Şeyx Məhəmməd Cəfər Şuştəri deyir bu sözü, o dəfə də ərz elədim. Sözə baxın, söz əvvəldə insana biraz təsirləndirir, amma sözdə həqiqət var. Bir, İmam Hüseyn ağanın qəbrinin ziyarətinə getmək, diri imamın qəbrinin ziyarətinə getməkdən üstündür. Diri imamın huzuruna, ziyarətinə getməkdən üstündür Hüseynin qəbrinin görüşünə getmək. İmam Sadiq ağa sağdır, sən getmirsən onunla görüşürsən. Amma bir də var, gedirsən Kərbəlada İmam Hüseyn ağanın qəbri ilə görüşürsən. Buyurur, ağanın qəbri ilə görüşmək, diri imamla görüşməkdən üstündür. Ağa niyə? Bir nəfər gəldi Kufədən, İbn-i Əbi Yafur adında şəxs, Kufədən, Mədiniyə İmam Sadiq ağanın yanına. Yorulmuşdu. Dedi, Yəbnə Rasulillah, sizə olan məhəbbət məni çəkəcəkdir bura. Mən Kufədən özümə zəhmət vermişəm, əziyyət çəkmişəm, ayaqlarım şişib ki, gedim İmam Sadiq ağanı görüm. Çünki ağa, siz imamsınız, boynumuzda haqqınız var sizin. Sizin itaətiniz bizə vacib olan məsum imamsınız. Ona görə mən gəldim, sizi görüm və ziyarət edeyim. Dedi, haradan gəlmişsən? Dedi, Kufədən. Dedi, Hüseynin ziyarətinə gedirsən? Dedim, arada bir. Dedi, sən niyə, sözə bax, İmam Sadiq ağa buyur, sən niyə haqqı boynunda məndən də böyük olan imamın ziyarətinə getmirsən? Durun, mən ziyarətinə gəlmirsən. Ağa, kimdir o insan ki, onun mənim boynumda olan haqqı, sənin mənim boynumda olan haqqından böyükdir? Dedi, Kərbəlada Hüseyn ibn Əli. Onun sənin boynunda olan haqqı, mən də məsum imamam. O da məsum imamdır. Amma onun sənin boynunda qoyduğu haqq çox böyükdür. Ağa, niyə? Bu sözü mən deyirəm. Çünki İmam Sadiq ağa otururdu, bir dəfiyə 4000 nəfərə dərs deyirdi. 4000 nəfər. Cabir ibn Həyyan kimya elminin banisi. Londona gedib gələn insanlardan biri deyir ki, orada neçə dənə Cabir ibn Həyyanın kimya elminə aid əsəri tərcümə olunub, universitetlərdə tədris olunur. Öz dillərində. O, İmam Sadiq ağanın tələbəsidir. Nə qədər şəxsiyyətlər yetişdirdi İmam Sadiq ağa. İslamın nə qədər həqiqətini aşkar elədi. Nədən? Deyir, Hüseyn ibn Əli olmasaydı, mən bu təbliğatı eləyə bilməyəcəm. O idi ki, deyir, mənim də boynumda haqq qoydu. Ona görə ağa xəstələnmişdi. Pul verdi səhabəsinə. Dedi, get, Kərbəlada Cəhdim Hüseynin qəbrinin kənarında mənim üçün dua elə. Aldım, bunu çıxdım. Çıxanda qayıtdım geri. Dedim, Yəbnə Rasulillah, siz də imamsınız. Niyə məni göndərirsiniz Hüseyn ibn Əlinin ziyarətinə ki, sizin üçün orada dua edeyim? Dedi, çünki onun mənim boynumda, bizim boynumuzda qoyduğu haqq çox böyükdür. Və çünki Allah duaları müəyyən yerlər var ki, orada qəbul eləyər. Onlardan da biri Hüseyn ibn Əlinin Kərbəlasındakı Hairi Hüseynidir. O yer ki, Mütəvəkkil Abbası şumlayanda, su gəldi orada, neçə metrliyində dayandı, başladı dövrə vurmağa. Şeyx Cəfər Şuştəri deyir ki, hər vaxt su istəyirdi, gedə qəbrə, qəbrin yeri qalxırdı, su qaydırdı geri. Neçə illər bu minvalla, axırda deyir o xidmətçi, getdi Mütəvəkkil Abbasının yanına, Zeyd idi adı. Dedi, Mütəvəkkil, məni öldürsün də, mən o nişanəni, o möcüzəni orada görmüşəm, da getmərəm ora. Məni xidmətçilikdən azad edərəm. Deyir, mən şumlayırdım ağanın qəbrini. Deyir, orada mənim başımı kəsdi, həmin Zeydin öldürür və özü də axırda cəhənnəmə vasıl olur.